Hello dear students, hello dear learners. So our today's topic is the future be going to, will and shall. So let's listen to the listening. Unit 13. The future. Be going to, will, shall. Page 90. Listen and repeat. Then act out. Are you going to travel to the moon in this rocket? No, sir. I'm going to fly to the sun in it. But you are going to go up in flames. No, I'm not. I'm going to fly there at night. Okay, we have listened to it. So let's check the grammar. Deməli, the future yəni gələcək zaman be going to, will və shall-dan istifadə edirik. Təsdiq formasında I am going to, inkar formasında I am not going to və ya I'm not going to deyirik. Question sual formasında am qabağa keçir, sonra going, daha sonra to və qısa cavablarda isə yes I am, no I am not deyə cavab veririk. Deməli, we use be going to talk about the plans, intentions or when there is evidence that something is going to happen in the future. Deməli, biz be going to-nu gələcək planlar və istəklər barəsində danışırıq və ya əgər hər hansı bir şey baş verəcəyinə bir sübut varsa, gələcəkdə yəni bu olacaq, onda biz be going to-dan istifadə edirik. For example, he is going to be pilot when he grows up. It is his plan, intention. Look at the dark clouds in the sky. It's going to rain. There is evidence that it will happen. Time expression with use be going to, tomorrow, tonight, next week, next month və s. Deməli, sabah, bu gecə, gələn həftə, gələn ay və s. Fill in the gaps with the short form of be going to. So, let's check. I am going to travel to Paris next month. I am going to travel to Paris next month. They are going to have a party next week. They aren't have a party next week. We are not going to clean the house. We are not going to clean the house. She is not going to become an actor. She is going to become. She isn't going to become an actress. We are going to eat out tonight. We are going to eat out tonight. He is not going to cook. He isn't going to cook. Okay, look at the Amy's diary for next week. Then ask and answer questions as an example. Okay, let's check. Is Amy going to play volleyball on Saturday? No, she isn't. She's going to play volleyball on Tuesday. Is Amy going to help her mom on Monday? No, she isn't. She's going to help her mom on Wednesday. Is Amy going to have a guitar lesson on Friday? No, she isn't. She's going to have a guitar lesson on Thursday. Is Amy going to watch TV on Tuesday? No, she isn't. She's going to watch TV on Friday. Is Amy going to meet her friend on Sunday? No, she isn't. She's going to meet her friends on Saturday. Is Amy going to visit her grandma's on Thursday? No, she isn't. She is going to visit her grandma's on Sunday. Okay. Look at the exercise 2 again and answer questions with your partner. Bunu deməli öz yoldaşınızla eləyirsiniz. Buradakı cədvələ əsasən özünüz aşağıda suallar qurub yoldaşınızla bunu yerinə yetirirsiniz. So, the next one. Let's listen. Unit 13. Page 92. Listen and repeat. Then act out. I'd like the vegetarian pizza, please. And I'm in a hurry. Will it be long? No, sir. It will be round, as usual. Okay. We use future tense for actions which will happen in the future. Deməli, biz gələcək zamanı, yəni gələcəkdə baş verən bir hadisələr haqqında danışırıq. He will play, he'll play, he will not play, he won't play. Will he play? Təsdiq, inkar və sual formasında. Will is used to express predictions, warnings, offer promises, phrase, requests, on-the-spot decisions, opinions, hopes, fears. Deməli, will-ı biz nə vaxt istifadə edirik?
qabaqcadan bir nəyisə bildirdikdə, təhlükənin qarşısını almaq üçün və ya təklif üçün, söz verəndə və ya kimsə qorxudanda, nəyisə istəyəndə, fikir bildirəndə, gələcəkdən istəklərini bildirəndə və bir də qorxularında istifadə olunur və ən çoxsu da think, expect, suppose, hope, believe, know, probably, yəni fikirləşmək, gözləmək, yəni suppose dəqiq yadımda deyil, nə idi? Hope istəyəndə, inananda, biləndə və təxmini olanda probably, yəni çox güman fikirlərində sözləri ilə istifadə olunur. Shall can be used with I or we in questions. Deməli, shall mən və ya biz ilə də istifadə olunur. Sual cümlələrində, nəsə təklif verəndə və s. Time expression used with the future tense. Deməli, gələcək zamanla istifadə olunan ifadələr tomorrow, tonight, soon, next week, next month, next year, in a week, in a month. Bunlar demişdik bayaqları. Complete sentences as in example. Deməli, long form and short form. Okay, fill in the gaps with will, want, or shall. Okay, fill in the gaps with will, want, or shall. Yenə də. Okay, next one. Label the speech situations with uses of the future tense as an example. Aha. So, first one is warning. Don't touch the iron, he will burn your hands. Deməli, ütüyə əl vurmasan, əlləvi yandıracaq. I will close the window, it's very windy. Mən pəncərəni bağlayacağam, çox küləklidir. Bu deməli, on the spot decision. Don't worry, I will buy you a new one. Bu promise, yəni söz verir ki, məsələn, təsini alacağam. Shall I do the washing up? Mən paltarları yumalıyam. Offer, yəni təklif verir. Will you help me? Request, yəni kimləsə kömək istəyir. Don't touch this watch, you will get hurt. Onlara, toklara əl vurma, səni dəyə bilər. Warning, indi biz qorxuduruq ki, bu baş verə bilər. Work in a group of 4. Take the role of the fortune teller. Tell your group about the future. You can use the ideas below. Bu deməli qrup işidir. Bunu bir yerdə eləmək lazımdır. Burada hekayə qrupla danışmalısınız. Yəni belə bir formada cavab vermək olar. Okay, let's listen to the next one. Unit 13, page 95. Listen and repeat. Then act out. What are you doing? I'm learning about mind reading. I'm really good. I'll probably be rich and famous one day. Can you read my mind? Sure. I know what you're going to do tonight. What? You're going to sleep, of course. Aha, bunu dinlədik. Deməli, will və ya going to. Yəni, bunların fərqi nədən ibarət oldu? Yəni, will-i biz anında verdiyimiz qərarlar üçün istifadə edirik. Be going to isə bizim planlaşdırdığımız və istəklərimiz olan barəsində deyirik. Deməli, hədələyirik, nəyisə bir qabaqcana gələn fikirləri bildiririk, istəkləri bildiririk. Deməli, be going to isə planlar haqqında danışılır. Yaxın gələcəkdə artıq qərar verilib və yaxın gələcəkdə bu, yəni olacaq. To express a prediction or a future event that is not certain to happen. Deməli, will biz həmçinin hər hansı bir qabaqdan gələn bir fikri bildiririk, hansı ki, dəqiq və dəqiq olmaya da bilər. Be going to isə when there is evidence that something will definitely happen. Be going to isə artıq biz dəqiq bir şeylər haqqında danışırıq. Yəni, bilir ki, bu 100% olacaq. Fill in the gaps with the correct form of will or be going to and act out the exchanges. Okay, so you can see the right answers from here. So, the next one.
Match the sentences to pictures, then label the situations as in example. Okay, buradakı uyğunluqları seçirik və aşağı yerləşdiririk. So you can see the right answers from here. So next one and the last one. So copy the sentence by using the words in the brackets shall, will, or the core. Aha, deməli biz shall və ya will'dan istifadə edirik ya da ki özümüz düzgü formasını feillərin veririk. Okay, writing activity. Write a dialogue between you and your friends in which you make plans for a summer holiday. Use exercise 11 as a model. Deməli, bunun formasını bir dialoq hazırlayırıq öz dostumuz haqqında. Yəni, yayda biz nə işi görəcəyik? Deməli, nümunə kimi belə yaza bilərsiniz. Okay. So that was the last one. See you on the next videos.